Bakın bir sağınıza, solunuza, tarihe bakın, görün. Represiya ile, həbslə, həbs təhdidi ilə hansı avtoritar hakimiyyət əbəd ola bilib? Mümkün deyil. Heç bir məhkəmə qərarı, heç bir həbs təhdidi, heç bir həbs və represiyalar vaxtı çatmış ideyaların qarşısını ala bilməz. Bugün avtoritar rejimlərin məğlubiyyətinin də vaxtı çatıb, Azərbaycandakı tək adam hakimiyyəti də məğlub olacaq. Əziz həmvətənlər, əlbəttə ki, demokratiya uğrunda mübarizə çətindir. Baxın başqa ölkələrin təcrübəsinə, biz də birlikdə bu əziyyəti çəkirik. Sağ olun ki, bu soyuqda, bu yağışda gəlmişsiniz, mənimlə həmrəyliyinizi bildirirsiniz. Var olun hamınız, var olun.